Sosial fobiya, sosial həyəcan pozuntusu, sosial anksiyete haqqında məlumat verəcəyəm. Cəmiyyətimiz arasında keçmiş dövrdə utancaqdır, xarakter xüsusiyyətidir, komplekslidir deyə ifadələr işlədilirdi. Əslində bunlar bir xarakter xüsusiyyəti deyildir, xəstəlikdən bəhs edilir. Adı isə sosial fobiya, sosial anksiyete pozuntusu, sosial həyəcan pozuntusudur. İndi bu haqqda sizə məlumat verəcəyəm. Bu insanlar sosial məkanlarda, ictimai yerlərdə, kütlə qarşısında, cəmiyyət arasında insanlarla ünsiyyətləri zamanı, əgər müəllimdirsə, həkimdirsə, auditoriya qarşısında, iş adamıdırsa, iclasda, tələbədirsə, patokda, məktəblidirsə, lövhə qarşısında və yaxud da ki, şəxs iş adamıdırsa, özündən hər hansısa bir yüksək pilləli şəxslərlə görüşən zaman, digər bir tərəfdən şəxs sevdiyi əks cinslə görüşdüyü zaman narahatlıq, həyəcan, qorxu, təlaş, təşviş keçirir. O düşünür ki, hamı ona baxır, hamının diqqəti ondadır. Onu müzakirə edir, görəsən mənim barəmdə nə düşündülər deyə düşüncələr yaranır. Nəticə etibarilə şəxs utanc duyğusu yaşayır, qınanmaq qorxusu yaşayır, gülünc obyektinə çevrilmək qorxusu yaşayır. Kənar tərəfdən tənqid olunmaq qorxusu yaşayır. Mənə lağ edəcəklər, məni ələ salacaqlar, biabır oldum, boyum yerə keçdi deyə düşüncələr yaranır. Və bu düşüncələr həmin bu məkanlara keçdikdə daha da şiddətlənir. Öz bədən quruluşu ilə bağlı olaraq, fiziki görünüşü ilə bağlı olaraq narahatlıqlar keçirir. Geyim tərzi ilə bağlı olaraq narahatlıqlar keçirməyə başlayır. Bu müddət ərzində danışa bilmirlər, fikirlərini ifadə edə bilmirlər, özlərini təqdim edə bilmirlər, cəmiyyət arasında telefonla danışa bilmirlər, özgüvən əksikliyi yaranır, özünə inam hissi aşağı düşür. Onlara elə gəlir ki, bu zaman danışarkən nitqi titrəyir, kəkəliyir, dili topuq vurur, dodağı quruyur, boğazı quruyur, bəzən nitq ümumiyyətlə dayanır, titrəyir, əsir, narahatlıq keçirməyə başlayır. Danışdıqda belə sözünün ardını gətirə bilmir. Diqqəti dağılır, diqqət defisiti yaranır. Əgər şəxs qonaqlıqdadırsa, çəngəl bıçağı necə tutacağını və yaxud da ki, qidalanarkən birdən yemək yeyərəm, ağzımdan xırçıltı səsi gələcək deyə qorxular yaşayır. Nəticə etibarilə bunun fonunda şəxsdə bir sıra fiziki, yəni bədənsəl simptomlar formalaşır. Şəxsin bədənində bu zaman əsmə, tərləmə, titrəmə, tremor, temperaturanın qalxması, ürək vurğularının sayının artması, ürək çırpıntısının artması, ürək nahiyədə ağrılar, təngi nəfəslik, tənəffüsün sürətlənməsi, nəfəs çatışmazlığı, boğulma hissi, bu müddətdə həmçinin başında sıxılma, baş gicəllənmə, ürək bulanma, qusma halları, qeyri-iradi sidik və nəcis ifrazının yaranması, bəzən mədə ağrıları, gəyirmə, köp, qaz halları yaranır. Bəzi hallarda şəxs qıc olaraq huşunu itirir, bayılır, kontrolunu itirmiş olur. Bunun fonunda şəxsin üzü qızarır, rəngi avazıyır, vahiməli bir baxış alır. Bütün sadaladığım bu klinik əlamətlər şəxsdə narahatlığı daha da artırır, şəxs artıq özünə qapanmağa başlayır. Ətraf mühitdən təcrid olur. Sadaladığım bu klinik əlamətlər artıq dəfələrlə təkrarlanmış olursa, sizin də həyat keyfiyyətinizi aşağı salırsa, funksionallığınızı azaldırsa, əmək qabiliyyətinizi, iş qabiliyyətinizi pozursa və artıq yuxunuzu pozursa, bu barədə daim olaraq düşünürsünüzsə, qidalanmanızı pozursa, cinsəl həyatınızı pozursa, insanlardan təcrid edirsə, ətraf mühitə adaptasiya və konsentrasiya problemləri yaradırsa, akademik bacarıqlarınızı aşağı salırsa, diqqətinizi dağıdırsa, diqqət defisiti yaradırsa, artıq bu halda sosial fobiya, sosial anksiyete pozuntusu, sosial həyəcan pozuntusundan bəhs edilir. Sosial anksiyete, sosial həyəcan pozuntusu, sosial fobiya xəstəliklərin beynəlxalq təsnifatı və DSM üzrə sırf psixiatrik bir pozuntudur, psixiatrik bir xəstəlikdir. Nomenklaturada nevrotik xəstəliklər qrupuna, nevrotik pozuntular qrupuna daxil edilir. Daha detallı desəm, həyəcan təşviş pozuntusunun, yəni anksiyetenin alt qrupu hesab edilir. Diaqnozu həkim-psixiatr tərəfindən təyin edilir, müalicəsi həkim-psixiatr tərəfindən aparılır. Müalicəsində birinci psixoterapiya, yəni kognitiv davranış terapiyasından, ikinci halda isə farmakoterapiya, yəni dərman müalicəsi
tətbiq edilir. Dərman müalicəsində ilkin etapda antidepressantlardan və anksiolitiklərdən istifadə edilir. Əgər xəstəliyin klinik əlamətləri dərinləşmişsə, xronikləşmişsə, ətrafına obsessiv-kompulsiv pozuntu, yəni sarışan hallar nevrozu toplanmışsa, depressiv epizod, depressiv əlamətlər formalaşmışsa, şəxsin yuxusu pozulmuşsa, əhval-ruhiyyəsi pozulmuşsa, şəxsdə özgüvən əksikliyi, özünə inam hissinin aşağı olması daha da artmışsa, artıq bu halda bəzən əhval-ruhiyyə stabilizatorlardan və antipsixotiklərdən də istifadə edilir. Sizin psixiatr həkiminiz doktor Aytən Namazova.